Mən onu deyə bilərəm ki, 600 baldan yuxarı nəticə göstərənlər bu əsasən tip ixtisaslarına demək iddiaçılardır. 1212 nəfərdir. Aydın məsələdir ki, burada hamısı onlar istədiyi tip ixtisasına elə tibbə qəbul ola bilməyəcəklər. Tip ixtisası deyəndə Azərbaycan Tibb Universitetində müxtəlif ixtisaslar var. İctimai demək tibb, sonra əzaçılıq, stomatologiya. Amma əsas müsabiqə vəziyyəti tibb ixtisasına aiddir və burada biz 600 baldan yuxarı, keçən ilki keçid ballar hamısı yüksəkdir. 600 baldan yuxarıdır. Hansısa ballar 500-ə də 590 bal təxminən belə ballar da var idi. Bu il biz gözləyirik təxminən 20 bal artsın tibb ixtisasında keçid ballar. 600 baldan yuxarı keçən ilki keçid ballar 20 bal arta bilər. 500 baldan yuxarı olan intervalda keçən il formalaşan ballar bu il 10 bal arta bilər. 400 baldan yuxarı nəticə keçən il demək var idi hansısa ixtisaslarda. Bu il həmin ixtisaslarda elə həmin balları da formalaşmasını biz gözləyirik. Amma 300-dən 400 arasında olan bu intervalda təxminən 10 bal demək bizdə təxminən 10 bal bizdə arta bilər. 200 baldan yuxarı 300 bala qədər biz görürük ki, burada keçən ilki keçid ballar formalaşa bilər. Bu çox böyük ehtimalla. 150 baldan yuxarı nəticə göstərənlər burada bilirsiniz ki 5419 nəfərdir və onlar hamısı düzgün seçim etsələr təxmin demək olar ki, burada cəmi 300 nəfər qəbul olunmayacaqdır. Amma biz bilirik ki, kifayət qədər yüksək bal toplayan 400 ballılar, ola bilsin 500 ballılar da onlar seçimini yalnız tip ixtisaslarını eləyəcəklər deyə kənd təsərrüfatı ixtisaslarını bəlkə seçməyəcəklər, bəlkə də seçəcəklər. Mən onlara məsləhət görərdim, o ixtisasları seçsinlər. Amma onlar yəqin ki, kənarda qalacaqlar, çünki yerlər azdır. Düzgün seçim eləyin. Sizin gələcəyiniz sizin əlinizdədir. Bu standart sözlərdir. Amma bu standart sözlərin arxasında çox ciddi bir fəlsəfə durur. Bu fəlsəfə sizin gələcək həyatınız, sizin gələcək həyat yolunuz, siz məşğul olduğunuz peşə. Bu çox vacib bir mərhələdir ki, bunu siz indi düzgün seçəsiniz. Mən valideynlərə müraciət eləyirəm, uşaqlara, öz evladlarına dəstək olsunlar. Onların nəticələri yalnız bu ilki nəticədir. Biz onları bir insan kimi qiymətləndirməmişik. Biz onların yalnız bu ilki bacarıq və biliyini qiymətləndirmişik. İnsan kimi onları siz qiymətləndirməlisiniz və siz onları yaxşı tanıyırsınız və bilirsiniz ki, onlar bacaracaqmı istədikləri arzusuna çatmaq üçün yenə də bir ildə məşğul olub, mən bu 4-cü qrupa aid olan sözlərdir, amma bütün qruplara bu aiddir. Yenə də öz arzusuna çatmaq üçün bir illə əzmlə məşğul olub, yüksək bal toplayıb, demək, istədiyi ixtisasa qəbul olunsun. Həyat bununla bitmir və hər bir insan öz seçimində sərbəstdir və bu da bizə verilən bir, Allahdan verilən bir nemətdir. Bunu düzgün istifadə etmək lazımdır. Hamınıza uğurlar arzulayıram.